İnsan eden en güzel duygu birincisi sevgi, ikincisi merhamettir. Benim düşünceme göre. Ona göre ben her zaman çalışıram ki insanlara ne kadar gücüm var insan kimi. Ama çalışıram ilk önce o sevgini onlarla bölüşüm. Onun karşılığını mənə gəlirmi, gəlmirmi? Bunlar benim için önemli değil. Mesela benim hayatımda elə insanlar olur ki, yaxşılıq eləmişəm, mənə çox böyük pislik ediblər. İkinci dəfə tale elə üz-üzə gətirib ki, onun həyatının o çətin, o kritik anında mənim dəstəyimə ehtiyac duyduğunu söyləyib. Hətta ailə üzvlərim, dostlarım belə sən indi nə edəcəksən? Gerçekten bu qədər yaxşılıqdan sonra sənə pislik eləmiş insana bu yaxşılığı eləyəcəksənmi? Deyirlər, eləyəcəm deyirəm. Çünkü indi o onun imtihanı değil, o benim imtihanımdır. Yaradan benim o yaxşılıq duygularına, insanlıq duygularına ne kadar belə deyək, o əxlaqa nə qədər sahib olduğumu imtihanla keçirir. İndi onun imtihanı değil, o imtihan mənimdir ki,